Salam müəllimlər, sizə test paylaşmışdım. İndi həmin interaktiv testin izahını paylaşıram. Müəllim tədris ilinin əvvəlində şagirdlərlə diaqnostik qiymətləndirmə aparır, təhlil edir və onlarla olacaq növbəti dərsinin planını qurur. Növbəti dərs sinifə yeni şagird gəlir və qurulmuş plana əsasən dərsdə iştirak edir. Bir neçə dərsdən sonra sinifə yeni gələn şagirddə nailiyyətin zəif olduğunu izləyən müəllim şagirdlə fərdi söhbətlər aparır. Biz kurikulumda test işləməyin öncə prosedur qaydasını bilməliyik. Baxın, birinci situasiyanı oxumalı, sonra onu anlamalı, beynimizdə emal etməliyik, ondan sonra girib ona uyğun cavab tapmalıyıq. Müəllimin fəaliyyətini dəyərləndirməliyik. Əvvəlcə burada baxaq görək problem hardadır. Müəllim tədris ilinin əvvəlində şagirdlərlə diaqnostik qiymətləndirmə aparır. Bu düzgün addımdır. Bilirik ki, diaqnostik qiymətləndirmə həm də bir şagird yönümlülük prinsipinin həyata keçirilməsidir. Biz şagirdlərin olduğu yeri bilməliyik ki, hardan başlamalı olduğumuzu bilək. Yəni, şagirdin mövcud aktual zonasını bilməliyik. Ona görə də tədris ilinin əvvəlində, bəs və bölmələrin əvvəlində, sinifə yeni şagird gələndə, müəllim özü yeni bir sinifə daxil olanda diaqnostik qiymətləndirmə aparmalıdır. Bu da müəllimin öz planını qurmasına, fəaliyyətlərini qurmasına kömək edir. Yəni, müəllim artıq dərsi üçün, 1:45 dəqiqəsi üçün quracaq dərsinin planında artıq həmin o şagirdlərin səviyyəsini bildiyi üçün artıq o planı qura bilir. Fərdi diferensial yanaşma eləyə bilir. Burada əla. Təhlil edir və onlarla olacaq növbəti dərsin planını qurdu. Növbəti dərs sinifə yeni şagird gəlir. Fikir verdiniz, sinifə yeni şagird gəldi və qurulmuş plana əsasən dərsdə iştirak edir. Həmin o uşaq sinifə yeni şagird gəlir və qurulmuş dərs, həmin o plana əsasən o uşaq o dərsdə iştirak edir. Amma fikir verdiniz, şagird burada diaqnostik qiymətləndirmə aparılmadı şagirdə. Əlbəttə ki, bu da nə deməkdir? Şagird yönümlülük prinsipinin pozulması deməkdir. Bir neçə dərsdən sonra sinifə yeni gələn şagirddə nailiyyətin zəif olduğunu izləyən müəllim şagirdlə fərdi söhbət aparır. Müəllim fəaliyyətini biz artıq dəyərləndirəcəyik. A variantında problemin nədən olduğunu bildik. Düzdürmü? Müəllim əvvəl yaxşı başlamışdı, amma sonra sinifə yeni şagird gəlir, amma o diaqnostik qiymətləndirmə aparılmır onunla. Onun mövcud səviyyəsi bilinmədiyi üçün elə əvvəlcədən ondan əvvəl uşaqlarla qurulmuş, yəni diaqnostik qiymətləndirməyə əsasən qurulmuş plan əsasən bu uşaq da iştirak edir orada. Yəni bu uşaq nəzərə alınmayıbdır. A qeyd edir ki, müəllim kurikulumun şagird yönümlülük prinsipinə riayət edərək. Mən öncədən dedim ki, diaqnostik qiymətləndirmə şagird yönümlülük prinsipinin yerinə yetirilməsidir. Amma görürüz ki, bütün siniflə oldu. Sinifdən sonra o diaqnostik qiymətləndirmədən sonra şagird gəlir, amma onun diaqnostik qiymətləndirməsi aparılmadan artıq əvvəlki uşaqlarla olan diaqnostik qiymətləndirmə nəticəsi olaraq qurulmuş bir plan var. O plana əsasən bu uşaq orada iştirak edir. Əlbəttə ki, burada bu pozuldu. Pedaqoji tələb olaraq şagirdin fəaliyyəti stimullaşdırılır. Stimuldakı belə olur ki, proses zamanı şagirdlərlə qurulan əks əlaqələr olan, yəni şagirdlərə rəylər veriləndə hələ summativ qiymətləndirmə olmur. Formativ qiymətləndirmə zamanı şagirdlərə verilən rəylər, konstruktiv əks əlaqələr şagirdin fəaliyyətini stimullaşdırır. Bu A variantı olmadığına görə, yanlış olduğuna görə biz A variantını seçmirik. A variantı yanlışdır. Sonra müəllim şəxsiyyət yönümlülük prinsipinə əməl edərək inkişaf yönümlülük pedaqoji tələbini reallaşdırmaq üçün doğru prosedur addımlarını atır. Birincisi, burada şagirdin belə şəxsiyyət yönümlülük prinsipində nə göstərilirdi? Milli kurikulum 6 prinsipindən biridir. Şəxsiyyət yönümlülükdə belə qeyd olunur ki, idraki, emosional və psixomotor fəaliyyətlərlə yanaşı onda milli və mübəşəri dəyərlərin formalaşdırılması. Burada onunla bağlı situasiyada bir şey görmədik, yəni milli qənimətlər parkına aparılması və yaxud da şəhidlər xiyabanına aparılması və yaxud da milli və mübəşəri dəyərlərin formalaşdırılması, adət-ənənələrimizlə bağlı nəyisə öyrədilməsi, qazilərimizlə görüşlərin təşkil olunması, yardımlaşma kampaniyalarının yaradılması və yaxud da qocalar evinə aparmaq, uşaq internat evlərinə aparmaq, yəni uşaqlarda bu şəxsiyyət kimi formalaşdırılması üçün belə həssas bir məqamlarda bir işlərin təşkil olunmasıdır və adət-ənənələrimizin də öyrədilməsidir və milli və mübəşəri dəyərlərin öyrədilməsidir. Burada belə bir şey gördük situasiyada. Xeyr, təbii ki, elə buradan yanlışdır. İnkişaf yönümlülük də ola bilər ki, hər hansı bir qiymətləndirmədən sonra şagirdlə aparılan söhbətlər, ona verilən konstruktiv rəylər ola bilər və yaxud da planımızda çevik dəyişiklik eləyərsə, inkişaf yönümlülük təmin edirik.
Burada da uyğun deyil, yəni burada necə deyim, B variantı da yanlışdır. Gəldik C variantına. Müəllim perspektiv planında nəzərə almadığı üçün şagirdlə fərdi söhbətlər təşkil edib. Yəni belə deyim, perspektiv planın nə aidiyyatı var ki? Perspektiv plan əvvəlcədən tutulur və 4 təlim nəticəsindən biridir ki, bu illik bir sinif üçün nəzərdə tutulmuş təlim nəticəsidir. Bir sinifin sonu üçün, ta ki 8-ci sinifin sonunda şagird nəyləri bacarmalıdır? 9-cu sinifin sonunda şagird nəyləri bacarmalıdır? 10-cu sinifin sonunda şagird nəyi bacarmalıdır? Bax, budur perspektiv plan. Təsəvvür edin, sinifə şagird yeni gəldi, müəllim də perspektiv planda həmin o uşağı nəzərə almayıbdır. Yəni, belə bir şey ola bilməz. Bu cümlə ümumiyyətcə yanlışdır. Ona görə də bu da götürmürük. Keçid D variantına. Müəllim dəstəkləyici mühiti təmin etmək üçün konstruktiv əks əlaqə yaradaraq şagirdi diaqnostik qiymətləndirir. Şagirdi diaqnostik qiymətləndirməsini biz görmürük. Sadəcə müəllim qiymətləndirmə aparmayıbdır öncədən o uşaqla. Bu gələnə ondan fərdi şəkildə aparmalıydı, öncədən aparmalıydı və eləməyibdir. Şagird də dərsdə iştirak edibdir. Əlbəttə ki, o nəzərə alınmadığı üçün əksinə geriləyibdir uşaq. Bu da arzuolunmaz bir davranış olduğuna görə. Arzuolunmaz davranış olanda müəllimin ilk atacağı adım isə həmin o şagirdlə fərdi söhbətlər aparmaqdır. Fərdi söhbət aparır, bu artıq gecikmiş bir addımdır müəllim üçün. Düzdür, eləməlidir, amma yenə də uyğun gəlmir. Bunu da silirik. Sonra qaldı burada Y. Daha dolğun Y variantıdır. Qeyd edilir ki, burada müəllim şagirdlə diaqnostik qiymətləndirmə aparmadan əvvəlcədən qurulmuş planın tətbiqini reallaşdırdığı üçün şagird yönümlülük. Gördünüzmü? Nə deyir? Müəllim şagirdlə diaqnostik qiymətləndirmə aparmadan əvvəlcədən qurulmuş planın tətbiqini reallaşdırdığı üçün şagird yönümlülük, nəticə yönümlülük prinsiplərini, inklüziv pedaqoji tələbini, vicdanlıq etik davranış qaydasını pozmuşdur. Bu daha doğrudur. Niyə görə? Fikrimi əsaslandırım. Müəllim əvvəlcədən şagirdlərin diaqnostik qiymətləndirmə aparmalıydı. Aparsaydı şagird yönümlülük prinsipi təmin olunardı. Amma neylə də aparmadığına görə şagird yönümlülük pozuldu. Sonra nəticə yönümlülük. Şagird yönümlülük pozulduğunda avtomatik də bu planında diaqnostik qiymətləndirmə aparmadığı üçün bu uşaq planda nəzərə alınmayıbdır və o nəticələr öncədən fikirləşilir, düşünülür və o plan qurulur. Geriyə planlama strategiyasına əsasən, yəni nəticədən planlama olur həmişə. Burada şagird əlbəttə ki, nəzərə alınmayıbdır, diaqnostik qiymətləndirmə aparılmayıbdır və planda da bu nəzərə alınmayıbdır. Şagirdin öyrənmə tərzləri var. Yəni, hansı öyrənmə tərzində, hansı intellektə sahibdir, şagirdin öyrənmə səviyyəsi tezdir, tezdir. Yəni, bunların hər biri nəzərə alınır bu plan üçün. Bu da alınır. Ona görə nəticə yönümlülük prinsipi də pozulubdur. İnklüzivlik də odur ki, digər şagirdlər qiymətləndirilibdir, səviyyəsi öyrənilibdir, amma bu şagirdin səviyyəsi öyrənilməyibdir. Bu da bərabər imkanların pozulması deməkdir. Bərabər imkanların pozulması inklüzivliyə daxil olduğuna və inklüzivlik daha geniş anlayış olduğuna görə əlbəttə ki, biz burada inklüzivliyi də götürək, inklüziv pedaqoji tələbini. Müəllim də işini düzgün görməsə, burada vicdanlılıq, etik davranış kodeksi, etik davranış qaydası pozulmuş hesab olunur. Ona görə də bizim doğru cavabımız Y variantıdır.